Bitirmə sənəti təlimi, deməli, sizin öz üzərinizdə işləməli olduğunuz, yəni kimlər üçündür bu? Əsas məsələ birinci bununla başlayacağam. Kimlər ki, öz üzərində işləmək istəyirsə, ən vacibi, özünüzə əmək verməyə meyillisinizsə, bu təlim sizin üçündür. Necə ki, tutaq ki, bəlkə deyə bilərsiniz ki, mən arada bir seanslar alıram, köməklər alıram, nə bilim, bəlkə kitablar oxuyuram, nələrsə edirəm, paralel olaraq da mütəxəssislərdən də yardım alıram. Amma artıq hər şeydə mütəxəssislərə başvuru etmək istəmirəm, müraciət etmək istəmirəm. Bir yerlərdə özümün də analiz qabiliyyətim var, bir şeylər eləyə bilirəm, amma bunu çözməyin yolunu da bilmək istəyirəm. Deyirsinizsə, bitirmə sənət təlimi sizin üçündür. Təbii ki, bununla yanaşı spiritualistdirsə əgər, həyatınızda əgər istəyirsinizsə fərqli bir metodla danışanlarınıza yaxınlaşasınız, fərqli bir metodla, sistematik, ardıcıllıqla doğrudan da öyrənib danışanlarınıza da kömək edəcəyiniz bir formada irəliləyə bilərsiniz. Bitirmə sənət təlimi həmçinin də sizlər üçündür. Bitirmə sənət təlimində əgər öz üzərinizdə işləməyə meyilli deyilsinizsə, işləməyəcəksinizsə, əmək verməyəcəksinizsə, əlinizdən gələni eləyib öz çapınızda özünüzə kömək edəcəyiniz formada eləyə bilməyəcəksinizsə, sizin üçün deyildir. Bitirmə sənət təlimini hər zaman vurğulayıram. Məndən də yardım ala bilərsiniz, başqalarından da yardım ala bilərsiniz. Amma həyatda özünüzlə də işləməyi öyrənməyiniz üçün ən gözəl vasitələrdən biridir bitirmə sənət təlimi. Bunu da biləsiniz.